Azərbaycanla Qazaxıstan arasında əlaqələr etimad və sarsılmaz qardaşlıq üzərində qurulub. Son illərdə dövlət başçıları arasında qarşılıqlı səfərlər, strateji sənədlər, yeni platformalar tərəfdaşlığı daha da möhkəmləndirir. Qazaxıstan, Azərbaycan, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir. Füzulidə Qazaxıstanın dəstəyi ilə inşa olunan Kurmanqazı mərkəzi bu dostluğun rəmzlərindən biridir. Hazırda burada 100-ə yaxın uşaq incəsənət üzrə təhsil alır. Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çoxdan gözlənilən bir hadisədir. Burada əsas mövzulardan biri enerji məsələləri üzrə danışıqlar olacaq. Azərbaycan və Qazaxıstan mədəni, elmi, siyasi, hərbi və digər bütün istiqamətlərdə çox fəal işləyirlər. İqtisadi əməkdaşlıq da yeni mərhələdədir. Təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artaraq 547 milyon dollara çatıb. Qarşılıqlı investisiyaların həcmi isə artıq 350 milyon dollardan çoxdur. Əsas istiqamətlərdən biri orta dəhlizdir. Asiyanı Avropa ilə birləşdirən strateji marşrut. 2024-cü ildə bu xətt üzrə tranzit daşımalar 20% artıb. Aktau və Ələt limanları arasında əməkdaşlıq yük axınının səmərəliliyini daha da artırır. Enerji sahəsində tərəfdaşlıq da prioritetdir. Sokar və Kazmunayqaz arasında imzalanan sazişlə Qazaxıstan nefti Aktau-Ceyhan marşrutu ilə Xəzəri keçərək beynəlxalq bazarlara çıxarılır. Energetika sahəsində burada biz Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti məsələsini müzakirə etdik və eyni zamanda tranzit həcmlərinin artırılması müzakirə olundu. Hal-hazırda Azərbaycan 145 min ton Qazaxıstan neftini Azərbaycan ərazisindən tranzit edir və bu həcmlərin artırılması üzrə müvafiq şirkətlər arasında danışıqlar davam edir. Bərpa olunan enerji mənbələri üzrə birgə layihələr də həyata keçirilir. Gəlişmələr öz nəticəsində həm hidrogen istehsalına müəyyən töhfə verə bilər, həm Xəzər dənizində bərpa olunan enerji böyük potensialından istifadə sahəsində müəyyən həllər, qarşılıqlı birgə həllər meydana gələ bilər və xüsusilə də müəyyən yaşıl enerji layihələri üçün qurğuların, avadanlıqların lokallaşdırılması baxımından çox böyük perspektivlərə yol aça bilər. Yeni ideyalar var, yeni layihələr var. Hər iki ölkə fibr optik xətti ilə bağlı artıq tamamlama işləri aparılır. Xəzərin dibindən yeni fibr optik xətti keçiriləcək və biz baxsaq dinamikaya, həm ikitərəfli münasibətlər çox sürətlə inkişaf edir, həm Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimiz genişlənir. Ölkələrarası prioritet məsələlərdən biri də Xəzər dənizinin ekoloji tarazlığıdır. Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə tədqiqatlar aparırlar. Qardaşlıqdan strateji tərəfdaşlığa, regional əməkdaşlıqdan qlobal inteqrasiyaya Azərbaycan və Qazaxıstan münasibətləri bugün Türk dünyasının birliyinə, sabahınsa ortaq güc mərkəzinə çevrilir. Səkinə Bababəyova, Elçin Tağıyev, ASTV Xəbər.